Bu qoşmanı hansı vəziyyətlərdə istifadə edirsən? Nümunə gətirə bilərsən. Amma sona kimi baxsan, bəlkə əlavə məlumatlarda məndən öyrənəcəksən. K qoşması. Bu qoşma da gündəlik həyatda çox istifadə olunur. Ola bilsin ki, biz fikir vermirik. Birinci, canlı insanlardan danışanda. Həmən canlı insanın yanına gedəndə. Hara sualına cavab verəndə. Məsələn, k bratu, qardaşımın yanına. K sestri, bacımın yanına. K doktoru, həkimin yanına. K uçitilyu, müəllimin yanına. Saatlarda istifadə olunur. K çasu, saat 1-ə yaxın. K ptiçsam, saat 5-ə yaxın. K tryom, saat 3-ə yaxın və s. Zamanda. Yəni gördüyünüz kimi artıq 3-cü videoda demək olar ki, hər birində zamanlarda deyərdim ki, bütün qoşmalar istifadə olunur. K utru, səhərə yaxın. K obedu, gün ortaya yaxın. K вечеру, axşama yaxın. K ночи, gecəyə yaxın. Və bunları əlbəttə ki, tətbiq etməliyik. Ekranda da görürsüz tapşırığı. Mütləq o tapşırığı edin. Göstərin ki, nə dərəcədə başa düşdünüz və şərh bölməsinə mütləq yazın. Sizin aktivliyiniz mənə bir müəllimə kimi motivasiya verir ki, daha çox edim. Bundan əlavə, əzizlərim, bu kitabım haqqında çox danışıram. Demək olar ki, hər bir videoda. Rus dilində B2 səviyyəsində danışmaq istəyirsənsə, ekranda da məlumatı görürsən, bu kitablar nələr var. Danışmaq istəyirsənsə, mütləq bu danışıq kitabımı əldə et. B2 səviyyəsində danış. O sənin əlindədir. Yetər ki, istə və bunun üçün nəsə elə. Ekranda da göstəririk nömrə. Yəni həmən o nömrəyə yazaraq istər PDF, istər çap variantında bu kitabımı əldə edə bilərsən.